Salam musiqi vəskarları, mən Turan Seyidbəyli. Sizə gitar təzə başlayanlar üçün ilk gitar dərsləri vermək fikrinə düşdüm. İlk başlamaq üçün gitar almaq lazımdır. Gitar 6 simli 2 yerə bölünür ki, akustik və klassik gitar. Mənim yanımda duran akustik gitardır. Heç bir fərqi yoxdur. Yəni mən dediyim dərslər klassik gitarlara da şamil olunur. İlk başlamaq üçün mən sizə bugün 3 akor öyrədəcəm. M, A, M, D, M akorlarını. Bu M akoru tutmaq üçün ikinci pərdədən yuxarıdan ikinci sim. Bu barmağımızla, orta barmaqla bunu tuturuq. Ondan sonra yuxarıdan üçüncü simi üzük barmağımızla tuturuq. Akoru tutanda səsinə baxmaq üçün sadəcə olaraq bugün ritm keçməyəcək, sadəcə olaraq buna baxın. Yəni bəzən elə olur ki, tuta bilmirsən, belə bir səs gəlir. Onda deməli akoru düz tutmamısınız. Bundan sonra bu gördüyünüz tutduğumuz ikisini hamısını bir dəfə yendirir aşağı. Yəni üzük barmağı yuxarıdan 4-cü sim, orta barmaq isə yuxarıdan 3-cü simə tuturuq. İşarət barmağımız isə aşağıdan 2-ci simə tuturuq. Bundan sonra aşağıdan 1-ci simə işarət barmağımızdan bunu tuturuq. Sonra orta barmağımızı yuxarıdan 3-cü simə, yuxarıdan 4-cü simə tuturuq. Üzük barmağımız isə 3-cü pərdədən yuxarıdan 5-ci simə tuturuq. Baxın. İndi belə bir şey var ki, ancaq ritmsiz belə düz tutmağı yoxlayırsınız və akordan akora keçirsiniz. Yəni Y-dən A-yə, Y-dən, daha doğrusu Y-M-dən A-yə, Y-M-dən D-yə keçirsiniz. Sonra A-M-dən Y-M-ə, A-M-dən D-yə keçirsiniz. D-M-dən A-M-ə, D-M-dən Y-M-ə keçirsiniz. Bir-birini qarşılıqlı bir-birinə keçirsiniz ki, əliniz akoru öyrəşsin. Ritmi də gələn dərslərdə sizə göstərəcəm. İnşallah xeyri toxunar. Çox sağ olun. Abunə olmağı unutmayın.